Allah. Salam aleykum, hər vaxtınız xeyir olsun. Deməli, dəyərli izləyicilər, bu günləri Saray qəsəbəsində, Oba üzümlük massivində gördüyünüz bax, bir dənə belə yarım tikili 3 sotun içində fərdi yaşayış, bildiyin cekpot. Niyə? Bax, gəl bura. Dəyərli izləyicilər, diqqətlə sonradan dinləyin, xahiş edirəm sizdən əlavə suallar verməyin. Bu torpağın üstünə gələn yol, belə deyək, Oba üzümlüyün asfaltı ilə düz gəlirsən, 50 metr heç asfaltdan içəri dördə, bir 20 metr asfaltı ilə arası var. Jasmin arxasından düşəndə elə düz gəlsən torpağın üstünə. Və burada gördüyünüz kimi, suyun şotski, bax, işıq var, işığın şotski, qazdır, qaz yanından keçir. Bütün kommunallar hamısı buradadır. Bir dənə qaz alan çəkdəcək, fərdi yaşayışdır. Və evimizin eskiz layihəsinə kimi, tikintiyə sərəncamına kimi hər bir sənədləri var. 3 sotun içindədir, 12-ni, 11-80-dadır, 12-ni, 12-də bir dənə 4 otaqlı bir proyekti var, bu səviyyəyə kimi tikilib. Allah xeyir versin, alan adam özü bunu tikib davam da eləyə bilər, bunu söküb özü davam eləyə bilər. Yəni, bugünkü gündə bu evin günüşündə qiyməti 38.500 manat. Real alıcıya burada qiymətdə indirim olacaq, amma xahiş edirəm, özünüzdən ekskluziv qiymətlər deməyin. Hər kəsin malının öz qiyməti var. 3 sotun içində fərdi yaşayış. Bax, yarım tikil də içində. Gördüyümdə ətrafını tam çək qardaşım. Qoy baxsınlar. 4 bir yanı yaşayışdır. Bax, burada mərkəzi kanalizasiya sistemi də var, hər şey var. İşıqla da suyun şotku qoyulub. Bir dənə qazı çəkdirəcəksiniz. Onu da səhv eləmirəmsə 76 manatdır. Dövlət rüsumu ilə xərci var. İnşallah fikri ciddi olanlar bizi ilə əlaqə saxlasınlar.